prezidenti Serdar Berdiməhəmmədov rəsmi səfərlə Gürcüstana gəlib. Prezident sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Hazırda o Gürcüstan prezidenti Mikhail Qavelaşvili ilə təkbətək görüş keçirir. Tərəflər iki tərəfli əməkdaşlığın genişləndirilməsi və regional gündəlikdəki məsələləri müzakirə edirlər. Günün ikinci yarısında Serdar Berdiməhəmmədov Gürcüstanın baş naziri ilə birlikdə Gürcüstan-Türkmənistan biznes forumunda iştirak edəcək. Bugün Vaşinqtonda siyasi terrorizmin yenidən fəallaşması mövzusunda nazirlər toplantısı keçiriləcək. ABŞ dövlət katibi Marco Rubio'nun dəvəti ilə toplantıda Gürcüstanın Xarici İşlər naziri Maqabo Çorişvili iştirak edəcək. Marco Rubio 60-dan çox ölkənin nümayəndə heyətini qəbul edəcək. Hakim komanda bu dəvəti mühüm hesab edir və bildirir ki, bu iki ölkə arasında münasibətlərin sabitləşməsi və yeni mərhələyə keçidin göstəricisidir. Milli Hərəkat Partiyasının müxalifət alyansında qalib olmayacağı hələ də məlum deyil. Alyansdakı partiyalar arasında fikir ayrılığı dərinləşib və artıq tərkibin yenilənməsi müzakirə olunur. Axali Partiyası fikir ayrılıqlarını təsdiqləsə də, bunu normal proses adlandırır və yaxın günlərdə görüş keçiriləcəyini bildirir. Lelo isə əvvəldən bu birlikdə yer almaq istəmədiyini deyir. Hakim komandanın fikrincə alyansdakı partiyalar xarici tərəfdaşların dəstəyini və maliyyələşməsini əldə etməyə çalışırlar. Tbilisi şəhər məhkəməsində sabotaj işi üzrə ittiham olunan 8 siyasətçinin məhkəmə prosesi davam edir. Bugün ittiham tərəfinin təqdim etdiyi 4 şahid dindiriləcək. Prokurorluğun məlumatına görə iş sabotaj, xarici ölkəyə yardım, konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı fəaliyyətlə bağlıdır. Təqsirləndirilən siyasətçilər isə ittihamları siyasi motivli hesab edirlər. Gürcüstan Milli Bank istifadəçilər üçün yeni rəqəmsal platformanı istifadəyə verir. Platforma müxtəlif bankların tariflərini, depozit faizlərini, valyuta məzənnələrini və digər xidmətləri bir məkanda müqayisə etmə imkanı yaradır. İstifadəçilər həmçinin xüsusi kalkulyatorlar vasitəsilə bank xidmətlərinin dəyərini və illik xərclərini əvvəlcədən hesablaya biləcəklər. Daxili İşlər Nazirliyinin ekspert kriminalistika departamenti Tbilisi və regionlarda yeni pilotsuz uçuş aparatları ilə təchiz olunub. Ekspert kriminalistlər dronların idarə olunması üzrə nəzəri və praktiki təlim keçiblər. Dronlardan hadisə yerlərində istifadə olunması istintaqa yüksək keyfiyyətli vizual materialların əldə edilməsinə imkan verəcək. Daxili İşlər Nazirliyinin əməkdaşları Interpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını Batumidə saxlayıblar. O, Tacikistanın hüquq mühafizə orqanlarının müraciəti əsasında dələduzluq ittihamı ilə axtarışa verilmişdi. Hazırda saxlanılan şəxs barəsində ekstradisiya prosedurları davam etdirilir. ABŞ Mərkəzi Komandanlığın son saatlarda İrana qarşı 2 dalğa hava zərbəsi endirdiyini açıqlayıb. Bildirilir ki, hücumlar Hörmüz boğazında gəmilər üçün təhlükə yaradan İran hərbi obyektlərinə yönəlib. Məlumata görə İran isə cavab olaraq Küveytdə və Yordaniyada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib. ABŞ prezidenti Donald Trump bildirib ki, İran ABŞ ilə razılıq əldə etmək istəyir. Onun sözlərinə görə Vaşinqton bu istiqamətdə addım atıb atmayacağına özü qərar verəcək. Trump qeyd edib ki, əgər razılaşma əldə olunmasa, ABŞ işi sona çatdıracaq və Tehranın düzgün davranmasının vacib olduğunu vurğulayıb. Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ilə bağlı yenə razılığa gələ bilməyiblər. Danışıqlar davam edir. Əsas fikir ayrılığı Rusiya dəniz xidmətlərinin qadağan olunması və maliyyələşdirilmiş təbii qaza əlavə məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Yeni sanksiyalar paketi Rusiya banklarını, kriptovalyuta şəbəkələrini, dron istehsalı sektorunu və Rusiya nefti ilə ticarət edənləri də əhatə edir.